Konstitusiya və suverenlik ili çərçivəsində Yeni Azərbaycan Partiyasının mərkəzi aparatı tərəfindən Nəsimi rayon təşkilatı ilə birgə Milli Konstitusiyadan mütləq suverenliyə Heydər Əliyev duhasının İlham Əliyev zirvəsi mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlətimi səsləndirilib. Çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov bu əlamətdar gündə keçirilən tədbirin mövzusunu çağdaş tariximizin möhtəşəm dövrü ilə həmahəng olduğunu bildirib. Çünki günümüzün reallığı budur ki, dünyada bir çox ölkələr mühüm resurslara, əlverişli coğrafi mövqeyə, təbii sərvətlərə, böyük iqtisadi və demografik potensiala sahib olsalar da, öz siyasətlərini milli maraqlara uyğun həyata keçirə bilmirlər. Çox əsrlik dövlətçilik tarixinə malik Azərbaycan mürəkkəb sosial-iqtisadi və geosiyasi vəziyyətə baxmayaraq, müstəqilliyinin bərpasından sonra yüksəlişini təmin edə, dünyada nüfuzlu dövlət kimi tanına bilmişdir. Bu, birmənalı olaraq Heydər Əliyev duhası və Prezident İlham Əliyevin uzaq görən və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur. Ümumxalq etimadını doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik və tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı bugün qüdrətli və qalib dövlətlər sırasında çəkilir. Prezident İlham Əliyevin tərəqqi və zəfərə hədəflənən məqsədyönlü siyasəti sayəsində iqtisadi gücü artan, modern ordu quruculuğuna nail olan, regionda lider dövlətə çevrilən və qlobal təsir imkanları genişlənən Azərbaycanın bütün cəbhələrdə, hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin, ərazi bütövlüyü və mütləq suverenliyin bərpasına müvəffəq olması xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir. Ulu öndərimizin tükənməz siyasi irsinə sonsuz ehtiram və sədaqət nümayiş etdirməklə möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan naminə çalışmaq hamımızın ümdə vəzifəsidir. Fürsətdən istifadə edərək hər birinizin adından partiyamızın sədri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi doğum günü münasibəti ilə ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun ömür, xalqımızın rifahı və ölkəmizin firavanlığı naminə şərəfli fəaliyyətinə davamlı uğurlar arzulayıram. Şübhə yoxdur ki, dövlət başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq, tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, Azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana növbəti qələbələr bəxş edəcəkdir. Yaşasın Heydər Əliyev duasının xalqımıza ən böyük mənəvi siyasi mirası olan müstəqil Azərbaycan dövləti. Eşq olsun Azərbaycanı zəfər zirvəsinə yüksəldən müzəffər liderimiz cənab İlham Əliyevə. Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı akademik Kamal Abdullayev çıxışında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 2003-cü ildə cənab prezident İlham Əliyev haqqında o yüksək intellektli, pragmatik, düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizə əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox böyük işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim talih yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı Qazi Rifət Salmanov qeyd edib ki, bugün bu tribunada təkcə bir qazi kimi yox, həm də Azərbaycan ordusunun bir əskəri, qalib xalqın nümayəndəsi olaraq çıxış etmək mənim üçün böyük şərəfdir. Milli Konstitusiyada mütləq suverenliyi aparan yolun canlı şahidi və iştirakçısı olmaq taleyin bizə verdiyi böyük mədəniyyətdir. Biz döyüşə gedəndə bir amalımız var idi. Dövlətimizin suverenliyini tam bərpa etmək. Biz bilirdik ki, arxamızda Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlət, önümüzdə isə Müzəffər Ali Başkomandan İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. Bu inan bizi məğlub edilməz etdi. Şəhid Ruslan Cəfərovun anası Alimə Cəfərova belə bir mötəbər tədbirdə çıxış etməyi onun üçün həm şərəf, həm də böyük məsuliyyət olduğunu bildirib. Azərbaycanın bugünkü qürurlu, suveren və qalib ölkə reallığı təsadüfi deyil. Bu yolun təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər bizə təkcə müstəqil dövlət yox, mütərəqqi konstitusiya, milli kimlik və sarsılmaz dövlətçilik ideologiyası mirası qoyub. O konstitusiya ki, bugün hər bir Azərbaycan vətəndaşının hüququnu, ləyaqətinin və azadlığının təminatıdır. Bir anı olaraq deyə bilərəm ki, övladım vətən naminə Heydər Əliyevin qurduğu dövlətin, İlham Əliyevin qoruduğu suverenliyin uğrunda canından keçdi. Bu hər bir şəhid anasının ağrısını qürura çevirən ən böyük həqiqətdir. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Daha sonra konsert proqramı təqdim olunub. Banu Çək Hüseynli, Səs TV xəbər. Geçen güne çatan günü, gitmiş vakti gezen